Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, 14 TV'nin efirində Kərbəla vaqiəsinə əsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz İslam tarixində və Əhl-i-Beyt məktəbində ən parlaq və ən uca məqamlı şəxsiyyətə sahib olan Abbas ibn Əli ibn Əbi Talib haqqında, yəni Həzrət Abbas əleyhissalam haqqındadır. Qonağımız isə ilahiyyatçı Hacı Nuhbala Rəhmovdur. Hacı, xoş gəlmişsiniz. Xoş görmüşük. Allah əcrimizi versin. Allah bu əzalı günlər münasibəti ilə etdiyimiz ibadət itaətləri bizdən qəbul eləsin. Amin. Allah subhanahu və taala bizi bu dünyada Əhl-i Beytin ziyarətindən, axirətdə şəfaətindən məhrum eləməsin inşallah. Amin inşallah. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Çox sağ olasın. Hacı, Həzrət Abbas əleyhissalam həqiqətən bizim millətimizin də adı dilində olan böyük bir şəxsiyyətdir. Elə onun Əhl-i Beyt məktəbində yeri əyinmədən sonra ən üst təbəqəni təşkil edən bir məqamdır. Amma ilk öncə elə Həzrət Abbas əleyhissalamın bir həyatına bir müqəddimə kimi daxil olmaq istərdik ki, necə bir şəxsiyyətə sahib idi? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin və bihi nəstə'in. Həzrət Abbas əleyhissalamın şəxsiyyəti haqqında qısaca məlumat verək. Qəmər Bəni Haşim adlanan Həzrət Əbəlfəz ağa hicrətin 26-cı ilində dünyaya göz açmışdır. Atası Əmir əl-Möminin Əli ibn Əbi Talib, anası Bəni Kilab qəbiləsindən olan Ümmülbənin ana idi. Həzrəti Əli əleyhissalamın Ümmülbənin xanımla evlənməsinin maraqlı bir tarixçəsi vardı. Vaxtı ki, xanım Zəhra salamullah əleyha dünyasını dəyişdi, Həzrət Əli əleyhissalam ailə qurmaqdan ötəri qardaşı Əqil bin Əbdülmüttəlibə, Əqil bin Əbu Talibə müraciət elədi. Ki, Əqil də o zamanlar Həzrət Əlinin böyük qardaşı idi, Ənsabul Ərəb adlanardı. Ərəb aləmində çox güclü nəsil tanıyan idi. Həzrət Əli əleyhissalam buyurdu ki, qardaşım Əqil, mənə elə bir tayfadan qız algınan ki, mən elə bir tayfa ilə izdivac eləmək istəyirəm ki, o tayfanın xanımları, oğul uşaqları dünyaya gətirəndilər, özü də ki, güclü uşaq dünyaya gətirərlər, qüvvətli uşaq dünyaya gətirərlər. Təbii ki, bunu Əli əleyhissalam bilirdi, o qəbilələri də qardaşı Əqildən yaxşı tanıyırdı, lakin həqqə əda edərək qardaşında olan bu sifəti də yəni insanlar üçün kəşf eləmişdi. Həm də səxavətli adam özündə olan istedad başqasında olarsa, başqası üçün şərait yaradar, başqasını özündən də önə çıxardar. Bu da səxavətin bir ayrı xüsusiyyətidir. Əqil də məsləhət bildi ki, qardaşım Əli, sən Bəni Kilab qəbiləsindən bir Ümmülbənin adlı xanım vardı, o xanımla ailə qurgunan ki, sənin istədiyin şərtlər o xanımda tamamdır. Ondan da əslən Ümmülbənin ananın əslən adı Fatimə idi. Əli əleyhissalamın evinə gəlin gələndən sonra xahiş elədi ki, ya Əli, bir xahişim var. Nədir? Dedi, bu uşaqlar hər dəfə məni Fatimə çağıranda anaları Həzrəti Zəhra salamullah əleyha yada düşür, qəmnak olmasınlar deyənə məni Fatimə çağırma. Ondan sonra Həzrəti Əli əleyhissalam onu Ümmülbənin, yəni oğullar anası adlandırdı. Həzrəti Əli əleyhissalamın Ümmülbənindən bir neçə oğlu dünyaya gəldi. Oğuz adında, bəzi rivayətlərdə Abu Bəkir adında, bəzi rivayətlərdə Qeys adında, Ömər adında və Abbas bin Əli ibn Əbi Talib və Həzrəti Əbəlfəz ağa bunların arasında ən şöhrət tapmış, ən cəsarətli, ən şücaətli birisi idi. Məsələn, tarixdə belə bir hadisə vardı ki, Süffeyn müharibəsində
Tarixçi Xarəzmi bunu qeyd eləyir. Süffeyn müharibəsində Həzrəti Əbəlfəzlin 15 ya 16 yaşı var idi. İndi hicrətin 26-cı ildə dünyaya gəlibdi. Süffeyn müharibəsi də hardasa hicrətin 41 ya 42-ci ilində baş veribdi. Həzrəti Əli əleyhissalam tərəfindən meydana çıxdı, Muaviyyə tərəfindən mübariz istədi. O vaxtki qayda qanunlara əsasən, döyüş qayda qanunlarına əsasən təkbətək döyüş gedərdi və təkbətək döyüşdə də ən cəngavər ordunun ən güclü əskərləri, pəhləvanları önə çıxardılar. Həzrət Əbəlfəz ağa meydana çıxır, rəcəz oxuyur, Muaviyyə tərəfdən mübariz tələb edir. Muaviyyə Əbu Sa'sa adında cəngavər bir pəhləvanına dedi ki, get bunu sustur ki, ta Əli tərəfdarları bir daha meydana çıxmağa cəsarət etməsin. Əbu Sa'sa isə təkəbbürçülük elədi, Həzrət Əbəlfəzlin qabağına özü yox, oğlundan birini göndərdi. 7 oğlu var idi. 7 oğlunu ardıcıl olaraq Həzrət Əbəlfəzl ağa cəhənnəmə vasil elədi və sonda Əbu Sa'sanın özünü də cəhənnəmə vasil elədi və sonuncu dəfə Həzrət Əbəlfəz ağa meydana çıxıb mübariz tələb eləyəndə Muaviyyə ordusundan bir kişidə belə cəsarət olmadı ki, Həzrət Əbəlfəz ağanın qarşısına çıxsın. Yəni onun şücaətindən, onun dəyanətindən, onun əzəmətindən, onun ibadətindən, onun vəfasından saatlarla, bəlkə də günlərlə söhbət etmək olar. Lakin vaxtı nəzərə alaraq qısaca bunu qeyd edirik ki, Həzrəti Əbəlfəzl Əbbas əleyhissalatu vəssalam hicrətin 26-cı ilində Mədinədə dünyaya göz açıbdı. Hicrətin 61-ci ildə təqribən 35 yaşında Kərbəla-i Müəllada qəhrəmancasına şəhid olubdu ki, Ələmdar-ı Kərbəla adlanırdı. Kərbəla ordusunun, Kərbəlanın kiçik ordusunun ən qəhrəman ələmdarı. Təşəkkür ediriz Hacı. Bundan öncə də qeyd etdiniz bir ibarə, bir adlandırma, Qəmər-i Bəni Haşim, yəni Bəni Haşimin Qəməri ayı. Zəhmət olsa bu haqda nə üçün Həzrət Abbas əleyhissalam Qəmər Bəni Haşim adlandırır? Ümumiyyətlə, qardaşım, ərəblərdə belə bir adət vardı. Ərəblər qəddi qamətli, gözəl adamı Qəmər adlandırardılar. Məsələn, tarixdə vardı ki, qəddi qamətli, təmiz əxlaqlı kişiyə ərəblər Qəmər, Qəmər 14 gecəlik bütöv parlaq ayın üzünə deyərlər. Ərəblərdə də o devirlərdə bu söz dəbdə idi ki, hər kimin əxlaqı gözəl olardısa və üstəgəl əxlaqı ilə üzünün surətinin gözəlliyi bir-birini tamamlayardısa, ona Qəmər adı verərdilər. Peyğəmbər əleyhissalatu vəssalamın babası Əbdülmənafa, ana babası Əbdülmənafa deyərdilər ki, Qəmərül Vadi, vadilər qəməri, səhralar gözəli, səhralar qəməri. Həzrət Peyğəmbər əleyhissalamın atasına deyərdilər ki, Qəmərül Hərəm, hərəmin qəməri ki, Kəbə evi Peyğəmbər əleyhissalamın ata və babasında olardı da, Kəbə evinin açarı, mühafizəsi onlarda ata-baba ilə olduğuna görə Peyğəmbər əleyhissalamın atası Abdullaha da ərəblər çox gözəl, çox simalı, qəddi qamətli, əxlaqlı bir cavan, gözəl bir cavan olduğuna görə deyərdilər Qəmərül Hərəm və Həzrəti Əbəlfəz ağa da olduqca ucaboy, gözəl, camallı, nurlu, əxlaqlı, alicənab, son dərəcə yüksək keyfiyyətlərə sahib olduğuna görə, bütün ərəb afaqında cavanlardan seçildiyinə görə və uca qəddi qamətə sahib olduğuna görə, üzünün gözəlliyi uca boyuna bərabər olduğuna görə deyərdilər Qəmər-i Bəni Haşim, Haşim cavanlarının gözəli, Haşim cavanlarının parlaq ayı. Yəni bu baxımdan ərəblərdə bu gözəlliklərə sahib olanlar ad qazanardılar. Həzrət Əbəlfəz ağa da bu baxımdan Qəmər Bəni Haşim adını qazanmışdı. Təşəkkür edirik Hacı. Çox faydalı məlumatlar verdiniz. İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydalı olacaq, fayda götürəcəklər. Ümumiyyətlə Kərbəla vaqiəsinə nəzər saldıqda əlbəttə ki, ilk öncə
şəhidlər ağası Kərbəla şahı İmam Hüseyn əleyhissalam göz önündə canlanır. Amma onunla bərabər hətta məqam cəhətindən bir pillə aşağıda da götürsə, yəni də Həzrət Abbas əleyhissalam dayanır ki, iki parlaq şəxsiyyət, elə bir şəxsiyyət ki, möminlərin əmiri, müttəqilərin imamı Əli ibn Əbi Talib əleyhissalam kimi böyük bir imamın övladlarıdırlar. İndi bir sual maraqlıdır, inanır ki, tamaşaçılarımız üçün də maraqlı olacaq ki, bu iki qardaşın, bu iki böyük şəxsiyyətin, bu ali məqamlı iki nurun bir-birindən münasibəti necə olub həyatda? İmam-ı Səccad əleyhissalamdan bir rivayət deyim sizə. İmam Zeynəl Abidin əleyhissalam buyurur ki, Allah əmim Əbbasa rəhmət eləsin. Ki, nə qədər Hüseynə sədaqəti var idi. O həqiqətən də Hüseynin yolunda və Hüseynin haqq hədəfləri yolunda canından keçdi. Özünü atam İmam-ı Hüseynə fəda elədi. Allah onun kəsilmiş qollarının əvəzinə əmimiz Cəfəri Təyyar kimi iki qanad verər və iki qanadla cənnətə daxil olar. Siz təsəvvür eləyin ki, Tasua günündə, yəni bu iki qardaşın biri-birinə münasibətinə baxın. Tasua günündə Həzrət İmam Hüseyn əleyhissalam çıraqları ki söndürdü, gedən getdi, qalanlar qaldı. Həzrət İmam Hüseyn əleyhissalam işarət barmağını uzatdı şühədaya ki, indi mən göstərdiyim yerə, səmtə tərəf baxın, hər biriniz öz məqamınızı görəcəksiniz. Cənnətdəki məqamınızı görəcəksiniz. Hamı şühəda Həzrət İmam Hüseyn əleyhissalamın şəhadət barmağının işarəsinə tərəf baxdılar. Həzrət İmam Hüseyn əleyhissalam gördü ki, Əbəlfəz ağa ona tərəf baxır. Dedi, qardaşım, işarət etdiyim tərəfə bax ki, sən öz ali məqamını orada görəsən. Dedi, ya Hüseyn, Həzrət Əbəlfəz dedi, sən hardasan, mənim ali məqamım oradadır. Yəni, sənin vücudun, sənin görünüşün, sənin özün, sənin sözün olmayan yerdəki məqam mənə gərəkməz. Bu qədər sədaqətli, bu qədər vəfalı və bu qədər qardaşına bağlı bir adam idi. Sən Həzrət Əbəlfəz ağanın məqamına işarə elədin, çox gözəl də işarə elədin ki, İmam Hüseyn əleyhissalamdan, ümumiyyətlə Məsum əleyhissalamlardan bir pillə aşağı, digərlərindən hamından üstün. Bax, buna bizim dəlilimiz vardı, rivayətimiz vardı. Rivayətlərdə vardı ki, məsum olan kimsələri yalnız məsumlar təşyiyə cənazəsində,ğuslunda, kəfənində iştirak eləyə bilərlər. Həzrət Əbəlfəzl Əbbas əleyhissalam Əli əleyhissalamınğuslunda iştirak eləyibdi. Qardaşı İmam Həsənlə İmam Hüseynə yardım eləyibdi. İmam Həsəni yumaqda İmam Hüseynin yanında olubdu. Yəni, bu qədər əzəmətli. İnsan gərək, yəni, imama mərifəti olsun. Əlbəttə. Allah Seyyid Əzmə rəhmət eləsin, deyir, hər kəs ki deyil imamə arif, ol mərifəti xudanı bilməz. İmamı tanımayan Allah tanımaz ki. İnsan gərək bilsin ki, imam kimdir? İmamınğuslunda iştirak etməkli nə böyük bir dərəcədə ondan sonra bilər ki, Əbəlfəz ağanın Allah yanında nə böyük məqamı mənziləti vardı. Təbii ki, bu həm təkcə qardaşlıqdan irəli gəlmir. Əlbəttə. Həzrət Əbəlfəz ağanın İmam Hüseyn əleyhissalatu vəssalamla olan münasibəti təkcə qardaşlıqdan irəli gəlmir. İmamdan digər bir hədisdə deyilir ki, Həzrət Əbəlfəz ağa Tasua günündə özü öz qardaşları və sahabələri arasında belə bir xütbə elədi. Dedi, bu gün elə bir gündür ki, biz gərək bu gün cənnət əhlinin sultanı, cənnət cavanlarının ağasını öz canımızla qoruyaq. Cənnəti öz canımızla satın alaq ki, cənnət əhlinin sultanını qoruyaq. Canımızı İmam Hüseyn əleyhissalama bu gecə, bu gün biz fəda etməliyik. Ardıca Həzrət Əbəlfəz ağa buyurur, ona görə yox ki, o bizim qardaşımızdır.
Diqqət eləyirsən? Bəli. İmamlarda da taarruf zad yoxdur ya. Bəli. Başqaları kimi xahiş eləyirəm filan belə söz yoxdur. İmamların və imamın yanında duran sahabənin, imamın yanında durmuş mükəmməl bir şəxsiyyətin sözü elə imam sözüdür. Əlbəttə. Haqq sözdür. Buyurur ki, ona görə yox ki, o bizim qardaşımızdır. Ona görə ki, o bizim rəhbərimizdir, imamımızdır, hüccətimizdir və rəhbərimizi, imamımızı, hüccətimizi müdafiə etməkdən ötəri gərəkərsə canımızı belə fəda etməyə hazır olmalıyıq. Bax, bu idi bunların arasındakı münasibət. Təşəkkür edirik sizə. Hətta bəzi tarixi qaynaqlarda da vurğulandığı kimi Həzrət Abbas əleyhissalam ta ölüm anına qədər heç o İmam Hüseyn əleyhissalama qardaş deməmişdi. Həmişə bir rəhbəri, bir imamı kimi müraciət edirdi. İmamım deyərdi. Bəli. Həqiqətən də nə qədər ali məqamı, nə qədər böyük şəxsiyyətə sahib olması elə bu... Necə böyük əxlaqa sahib olasan, qardaşlıq arasında nə böyük bir pərdən olsun ki, bir ömür öz qardaşına imamım, rəhbərim deyib, bir tək qolları salınanda, gözünə ox deyəndə, atdan düşəndə dedi, ədrikni ya əxa, tap məni ay qardaşım. Yəni, o halda ki, qardaş deyərək ona müraciət elədi ki, bu halda qolum yox, gözüm yox, can verən haldayam, gəl başımın üstünə qardaşım. Da orada o ağasına, rəhbərinə deyə bilməz, əmr eləyə bilməz ki, gəl başımın üstünə. Amma qardaşını çağıra bilər. Yəni bu, Həzrət Əbəlfəzl Əbbas əleyhissalamın əxlaqi keyfiyyətlərindən kiçicik bir nümunədir. Cəngavərliyindən kiçicik bir nümunədir. Təşəkkür edirik sizə. Həzrət Abbas əleyhissalam haqqında danışında daha bir ona verilmiş bir təxəllüs mü deyək, bir məqam kimi mi deyək, Babul Həvaic, yəni hacətlər qapısı. Elə bu barədə sizə məlumat əldə etmək istədik. Bu məşhur bir ləqəbidir Həzrət Əbəlfəz ağanın. Öz zamanəsində də, öz hal-i həyat varlığında da bu ad ona deyilərdi və Kərbəla hadisəsindən sonra daha məşhur oldu bu ad, hacətlər qapısı. Yəni kimin ehtiyacı, kimin hacəti varsa Allah dərgahına ən çox şəfi gətirilən şəxs Həzrət Əbəlfəzl Əbbas oldu. Bütün ehtiyaclılar, hətta öz sağlığında İmam əleyhissalatu vəssalamla görüşməyə gələn, müxtəlif ucqar vilayətdən gələn müsəlmanlar çox vaxt indi imamların qapısında növbələr olardı, imamların ilahi işlə məşğul olurdular, vaxtları çox darısqallıq idi, eləyə bilmirdilər ki, hamını qəbul eləsinlər, yəni vaxt məhdudiyyəti var idi. Deyərdilər ki, Əbbasa deyin sözünüzü, Əbəlfəzlə deyin sözünüzü, o sizin ehtiyacınızı bərtərəf eləyər, aradan qaldırar. Və bu adla ucqar vilayətdən gələnlər belə bir-birlərinə deyərlər ki, birdən İmam Həsənə ya İmam Hüseynə əlin çatmasa, görüşə bilməsəz, onun bir qardaşı vardı, ona hacətlər qapısı deyirlər. Yəni, ehtiyacları aradan qaldıran. Gələnlər də nə soruşardı? Ya deyərdi ki, ehtiyacım var, pula paraya ehtiyacım var. Biri deyərdi, atım yoxdur, biri deyərdi, acam, biri deyərdi, müşkülüm var, evim yoxdur, biri deyərdi ki, mən dua eləsinlər. Mənim bir xəstəm vardı, Allah dərgahında şəfi getirirəm ki, mənə dua eləsinlər. Gələnlərin də əksər, yəni dünya ehtiyacları idi. Və bu nöqtədən ki, Həzrət Əbəlfəz o gələnlərin bir çoxunu qarşılayardı, onların hacətlərinə rəvac verərdi, onların ehtiyaclarını Allahın izni ilə aradan qaldırardı və ona Allah dərgahına şəfi götürərdilər. Adı qalmışdı hacətlər qapısı. Kərbəla hadisəsindən sonra İmamların öz mübarək dillərindən belə bu ad adlandı ki, Əssəlamu aleykə ya babul həvaic, ya Əbəlfəzl Əbbas İbn Əmiril Müminin. Salam olsun sənə, ey hacətlər qapısı, ey Əbəlfəzl Əbbas, ey Əmirəl Müminin Əlinin oğlu olan Əbəlfəzl Əbbas. Və bu ad hacətləri olan, ehtiyacı olan kimsəsizlər, fəqirlər, məzlumlar və onu sevən şəxslər tərəfindən Həzrət Əbəlfəz ağaya verilmişdi və bu adla da məşhur olmuşdu. Təşəkkür edirik sizə. Həqiqətən də
Həzrət Abbas əleyhissalam elə bir şəxsiyyətə malik idi ki, biz böyüklərdən də görmüşük, bundan öncəki nəsillərdə də görmüşük. Hətta adı çox ehtiramla və çox ehtiyatla çəkilərdi. Bəli. İnsanlar bir-birlərinə and verərdilər onun adına, bir-birlərinə. Hətta kiminsə haqqı da tapdalananda, üzr istəyirəm. Bəli, əlbəttə. Yəni o bayaqki sözümüzə əlavə olaraq kiminsə haqqı da tapdalananda deyərdi, Həzrət Əbəlfəzli şəfi getirdim, Həzrət Əbəlfəzli vasitə getirdim Allahın dərgahına ki, Allah Əbəlfəz xatirinə mənim haqqımı səndən alsın ki, və o bəlaya mürtəkib olanlar da çox olubdu. Bəli, bəli, əlbəttə. Təşəkkür edirik sizə. Hacı, Həzrət Abbas əleyhissalamın Kərbəla vaqiəsində, İslam tarixində və Əhl-i-Beyt məktəbində hansı rola sahib olmuşdur? Nə cür əhəmiyyətli bir rol oynamışdır? Çox gözəl bir sualdır. Mən deyərdim ki, çox ali bir sualdır. Həzrət Əbəlfəzl Əbbas əleyhissalam bu sualın cavabı olaraq deyə bilərik ki, bir kəlmə ilə o İmam Hüseyn əleyhissalamın Əhl-i-Beytinin ümidgahı idi. Mən bilirəm, bundan artıq bir söz yoxdur. Pənahgahı idi. Bəli. Xanım Ruqəyya salamullahi əleyha Kərbəlada olanda 3 yaxud da 4 yaşı var idi. Və İmam Hüseyn əleyhissalamın digər qızı ki, xanım Səkinə, o da 5-6 yaşında idi ki, xanım Ruqəyya Şamda vəfat eləyir. Bəli. Xanım Səkinə Kərbəla hadisəsindən çox-çox uzun illər sonra dünyasını dəyişir. Bəli. Bu bacılar Əhl-i-Beytin digər körpələrini, sahabələrin də ailələri gəlmişlər Kərbəlaya. Yəni İmam Hüseyn əleyhissalamla bir yerdə Kərbəlaya gələnlər, o deyir, Kərbəla öz etdiyim imzaya xatir gəlmişəm. Kəşdi Qurban Feyzi Aşuraya xatir gəlmişəm. Yəni İmam Hüseyn əleyhissalam Allahla əhdi peyman bağlayıb, Qur'an-ı Kərimin o ayəsi ki vardı, və fədəynahu bizibhin azim. Allah ki dedi, mən İbrahimə İsmaildən də əzəmətli bir qurbanlıq fəda olmuş göstərəcəm, əta eləyəcəm. Çoxları, yəni müxalif tərəf deyir ki, bu qoç qurbanı idi. Yəni qoç qurban İsmaildən necə əzəmətli ola bilər? O, və fədəynahu bizibhin əzim, o əzəmətli qurbanlıq başlayır Əli ibn Əbi Taliblə, qutarır İmam Hüseyn əleyhissalatu vəssalamla. Həzrət İmam Hüseyn əleyhissalatu vəssalam həqiqi qurbanlığı rəmzi mənadan çıxardıb, həqiqi qurbanlığı tərənnüm elədi. Həqiqi qurbanlığı təkrar elədi. Allah dərgahında göstərdi və bütün insanlara göstərdi ki, əgər dinimiz aradan gedərsə, qurban olmağa özünüzü bu dinə fəda eləməkliyə hazır görün. Özünüzü bu dinə fəda eləməkliyə amadə eləyin, hazırlayın. Həzrət İmam Hüseyn əleyhissalatu vəssalam o halətdə olanda onunla gələnlər də o halətdə idi. Heç bir siyasətçi, heç bir müctehid, heç bir alim, heç bir lider, heç bir öndə gedən partiya rəhbəri tapmazsan ki, belə bir çətin vəziyyətdə insanlara, ətrafındakılara desin ki, dağılışın gedin, Yəzidin işi mənəndir, bilin və agah olun, sabah mənə qoşulanlar özü öldürüləcək, başı nizələr ucunda gedəcək, əhli əyalı da əsir olacaq. Heç kəsi tapmazsan ki, bu cür çıxış eləsin. Həzrəti İmam Hüseyn əleyhissalamdan başqa. Bütün liderlər, bütün siyasilər, bütün hakimlər, hətta müctehidlər belə çalışarlar, ürək-dirək versin. Bəli. Yaxşı olacaq, səbirli olacaq, ola bilər belə olsun, ola bilər buradan nicat olsun. İmam Hüseyn əleyhissalam o ibarələrə toxunmadı. Dedi, bilin və agah olun. Yəzidin işi mənləndir. Sabah mənlə bərabər qalanlar özü öldürüləcəkdir, başı nizələr ucuna keçəcək, əhli əyalı da əsir olacaq. Və çıraqları ki söndürdü, gedən getdi, qalanlar aşiqlər idi. Allah yolunda ölümə amadə olanlar idi. Nalə-i bicanədir, canana can vermək gərək. Sübhə tək bayquş da fəryad eyləyər viranədə. Cananə can vermək gərəkdir. O şəmin başına ki pərvanə dolanır, pərvanə bilir ki şəm onu yandıracaqdır. Amma həyatını da orada görür. İmam Hüseyn əleyhissalamla bir yerdə Kərbəlaya gələnlər də həyatlarını o ölümdə görürdülər. Onların balaları da o halda idi. Xanım Ruqəyyə, xanım Səkinə onların balalarını yığmışdı, susuz idilər.
deyirdi onlara ki, narahat olmayın. Bizim bir şicaətli əmimiz var. Abbas adında əmimiz var. O bizə söz veribdi. Gedəcək Fəratdan su getirib gələcək. Yəni Həzrəti Əbəlfəzin adı ilə ümid tapırdı uşaqlar. Həzrəti Əbəlfəzlin adı ilə gənclər ümid tapırdı. Kərbəlada olanlar ümid tapırdı. Kərbəlada ölümə gələnlər ölüm arzusunda belə Həzrəti Əbəlfəz ağadan pənah umurdular, ümid umurdular. Allah rəhmət eləsin razini deyir, ləb təşnə görüb əsğər üçün Həzrəti Abbas, dərya tək odəm cuşə gəlib qeyrəti Abbas, ya Həzrəti Abbas. Gördü şühəda qızları əllərdə tutub cam, Abbas Əli xeyməsinə əyliyib iqdam, hərgiz o dilavərdə dəxi qalmayıb aram. Dərya tək odəm cuşə gəlib qeyrəti Abbas, ya Həzrəti Abbas. Gördü ki, şühədanın balaca qızları hamısı əllərində qap tutubdu, bir-birlərinə deyir ki, əmimiz Abbas bizə su getirəcək. Yəni, belə bir qeyrətli kişi, belə bir şicaətli kişi çox əzmikar oldu, qeyrəti təlatümə gəldi və Cənab-ı İmam Hüseyin əleyhissalatu vəssalamla şəhadət tələb elədi ki, icazə verginən, ya gedim su getirim, ya Fərata gedim su getirim, ya orada şəhid olum. Ona görə bütün Əhl-i Beyt var olmaları, yaşamaları, nəfəs almaları, əmin amanda qalmaları Həzrət Əbəlfəz ağanın varlığından idi ki, deyirlər, əmmimiz Abbas nə qədər ki sağdı, atamız Hüseynə heç kəs əl qaldıra bilməz. Heç kəs bu xeymələrə hücum eləyə bilməz. Belə bir adam idi Həzrət Əbəlfəz ağa. Təşəkkür edirik Sacı. Gözəl açıqlamalara görə çox könül oxşayan şeir parçaları qeyd etdiniz. Bir sual maraqlı yaranır bu anda. Biz bilirik ki, Əymə-i Ətər əleyhissalam, peyğəmbərlərimiz, böyük şəxsiyyətlərimiz, övliyalarımız bizim üçün nümunədirlər. Hər bir böyük şəxsiyyətin, məsumun bir xüsusiyyəti həmişə məxsusi şəkildə qabardılır və onun tarixi səhnədə daha çox qalmasına səbəb olur. Məsələn, Həzrət Abbas əleyhissalam şücaətdə, Əli ibn Əbi Talib əleyhissalam müdrikliyində, öz kəlamlarında Peyğəmbər əleyhissalamın ən böyük xüsusiyyəti qabardılan əxlaqı idi. Müasir gəncliyimiz üçün və ələl-xüsusda inanclı təbəqə gənclər üçün, cavanlar üçün Həzrət Abbas əleyhissalamın hansı xüsusiyyətlərini özlərində nümunə götürüb daha da inkişaf etdirməlidirlər? İnsanın insanlığı yalnız vəfa və sədaqət civarında inkişaf eləyə bilər. İnsan alim ola bilər. Bəli. İnsan varlı ola bilər. İnsan zəkalı ola bilər. İnsan natiq ola bilər. Və bütün bu müsbət xüsusiyyətləri sayırsan, əgər onun mahiyyəsində, onun zatında vəfa və sədaqət deyilən bir məfhum, duyğu yoxdursa, o insanın şeytanla heç bir fərqi yoxdur. Heç kəs nə şeytandan çox alim ola bilməz, nə şeytandan çox natiq ola bilməz, nə şeytandan çox ibadət eləyə bilməz, nə şeytandan çox uzaq görən ola bilməz. Vəfası yox idi şeytanın. Asi olaraq əymədi baş Adəmə şeytan, şeytan eləyən iblisi şeytani əməldir. Onda vəfa və sədaqət yox idi. Və biz Kərbəla məktəbində vəfa və sədaqət gördük. Yəni insan öz rəhbərinə, öz ağasına, öz öndərinə, öz dininə, öz əqidəsinə, öz amalına nə cür vəfalı olar, nə cür sədaqətli olar, biz onu Kərbəla məktəbindən görürük, öyrənirik. Bunu bilin, Kərbəla məktəbinə zidd olan, Kərbəla məktəbindən nöqsan axtarmağa, usublandırmağa çalışan bütün kimsələr vəfasız və sədaqətsizdir. Bəli. Onlarda vəfa və sədaqət məfhumu yoxdur, qeyrət məfhumu yoxdur. Sevmirlər, yəni bu sözü, bu ismi sevmirlər. Bəli. Biz baxıb görürük ki, Həzrət Əbəlfəz ağa bayaq qeyd etdiyim kimi, hətta öz məqamına tərəf baxmır ki, mənim məqamım ya Hüseyn sənsən. Əgər bizim bugünkü gənclər,
Nəinki gənclər, hətta ağsaqqallar belə. Bəli. Bütün ziyalılar, bütün özün tanıyan insanlar vəfa və sədaqət sözünün həqiqi mənasını, hərfi mənasını yox, həqiqi mənasını anlamaq, duymaq, tanımaq, yaşamaq istəyirlərsə, Həzrət Əbəlfəzl Əbbas əleyhissalatu vəssalamın Fərat çayına ki daxil olur, suyu ki ovcuna doldurur, yəni dün gecədən bugünə qədər Ərəbistanın səhrasında artıq bir gündən çoxdur, ikinci gündür ki susuzdur, dodaqları susuzdur, ovcunu doldurur suyla, deyir nə qədər ki Hüseynin balaları və nə qədər ki ağam Hüseyin özü susuzdur, bu suyu sənə Əbbas haram eləyirəm, tökül suyu yerə. Yəni bu ona su içmək orada haram deyil idi. Əlbəttə. Bəlkə də əqillə, məntiqlə düşünsəydin, deyərdin ki, ya Abbas sən suyu içərdin, biraz da güclənərdin. Bəli. Biraz da qüvvətlənərdin. Düşmənlə biraz da güclü savaşardın. Düşməndən daha çox məlun cəhənnəmə vasil eləyərdin. Amma vəfa və sədaqət bunu demir. Vəfa və sədaqət deyir ki, sənin əlin ki o həyata çatıbdır, o həyatda ki sənin ağon, sənin rəhbərin, sənin hədəfin, sənin amalın yoxdur, o həyatda ki, halı həyatda ki yoxdur, ona yetişə bilməyibdir, sən oradan geri qayıtqına. Nə zaman ki deyir, mən o məşqiləri, su qablarını su ilə doldurub, öz əlimlə Əhl-i Beytin körpələrinə içirdərəm, həya elədi yəni. O suyu içməyə həya elədi. Nə qədər ki içməyiblər o sudan, mən o sudan içməyim. Söhbət burada su söhbəti gezmir. Əlbəttə. Söhbət burada vəfadan gedir. Allah rəhmət eləsin. Bizim bir Hacı Ələmdar mahirimiz var idi, ruhu şad olsun. Çox gözəl bir Əbəlfəz ağadan yazıbdı, deyir, can verdi Hüseynə haqq yolunda. Şövqi dil ilə vəfalı Abbas. Adam ölümə də gedəndə, adam vətəni də qoruyanda, namusunu da qoruyanda, qeyrətini də qoruyanda, təsadüfən bir var güllə gəlsin, deysin sənə. Bir də var eşqlə, sevə-sevə. Ki, Allah rəhmət eləsin bizim şəhidlərimizə ki, nə gözəl uslubla, nə gözəl, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq. Gördün ki, necə vəfana, necə sədaqətlə torpağı müdafiə elədilər. Vətəni düşmən işğalından azad elədilər. Və biz arzu eləyirik ki, həmən bugünkü gəncliyimiz də, yeniyetmələrimiz də, hətta ağsaqqallarımız da bu vəfa məktəbi ilə daha çox maraqlansınlar. Alimlər bu vəfa məktəbini daha çox araşdırıb, bu sədaqət və vəfa sintezini, vəhdətini gənc nəsilə ötürsünlər. Deyir, can verdi Hüseynə haqq yolunda, şövqi dil ilə vəfalı Abbas, nəqd etdi vəfa yolunda canım, canını vəfa yolunda qurban edir. Dünyasına laübalı Abbas. Yəni, o yerdə ki, vəfa can tələb eləyir, o da dünyadan üç çevirməyi bacarmalısan. Buna görə Həzrəti İbrahim oğlu İsmaili qurban keçirdi. Yəni, orada vəfa tələb olunurdu. Buna görə Həzrət İmam Hüseyin əleyhissalam Allah subhanahu və teala'ya deyirdi ki, Təhəqqüm ya ilahi keyfə şi'tə, fə inni qad radit bima raditə. Pərverdigar aləm, sən necə bilirsən məni imtihan eləginəm. Mənim razılığım səndədir. Mənim səndən savayı razılığım yoxdur. Mən heç nəyi araşdırmıram ki, bu mənə xoş olar, bu mənə acı olar. Hər nə sənə xoşdur, o cürlə məni imtihan eləginəm, o cürlə mənə bəla verginəm. Bu cür canlı fəda edir. Bu sədaqətdən gedir söhbət. Və Həzrəti Əbəlfəzl Əbbas əleyhissalatu vəssalam da bu hədəfə görə İmam Hüseyin əleyhissalama aşiqdir. Yəni, onların vəfası eynidir. Sadəcə pillə-pillədir. Həzrəti İmam Hüseyin vasitədir. Allah subhanahu və teala'ya, Həzrəti Əbəlfəz ağa Allah subhanahu və teala'ya tərəf İmam Hüseyin əleyhissalamın xətti ilə gedir. İmam Hüseyin əleyhissalam hüccət, Allahın hüccəti Allahla bəndələrin arasında vasitədir. İmam Hüseyin əleyhissalam özü birbaşa Allah subhanahu və teala'ya vasitədir, vəsilədir.
yetişəndir. Yəni vəfadar olmaq da Kərbəla kimi məşhur bir yerdə, Kərbəla olayı kimi, tarixi kimi məşhur bir tarixi olayda, hadisədə vəfadar adı alasan, vəfalı adı alasan, bu Həzrət Əbəlfəzdən ayrı bir kimsəyə şamil olmayıbdır. Sonda bu hədisi diqqətimizə çatdırmaq istəyirəm ki, İmam Zeynəl-Abidin əleyhissalamdan soruşurlar ki, Kərbəla şühədaları ilə Əbəlfəzl Əbbas əleyhissalamın şəhid olmalığının fərqi nədir? Bunların fəzilətdəmi? Deyir, bunların fəziləti birdir. İmam Zeynəl-Abidin əleyhissalam. Hamı Allah yolunda şəhid olubdur. Amma Həzrət Əbəlfəz ağanın məqamı ilə digər Kərbəla şühədalarının məqamı ulduzla 14 gecəlik ayın məqamı kimidir. Necə 14 gecəlik ay asimanın qaranlıq gecəsindəki ulduzlardan seçilir, Həzrət Əbəlfəz ağanın da şəhadət məqamı digər 72 şühədanın, İmam Hüseyin əleyhissalam istisna olmaqlığına, digər 72 şühədanın məqamından o cür seçilir. Onun daha çox vəfalı, daha çox sadiq, daha çox aşıq olmağından irəli gəlirdi. Təşəkkür edirik sizə Hacı. Çox gözəl məlumatlar açıqladınız. Çox incə məqamlara toxundunuz. İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydalı olacaq. Özləri üçün yeni məlumatlar əldə etmiş olacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Çox sağ olasınız. Mən də təşəkkür edirəm. Allah Subhanahu və Taala bir neçə kəlmə dua eləmək istəyərdim. Allah bu əzalı gündə, bu Məhərrəm Səfər ayında əvvəl bila əvvəl o cavanlarımız ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda elədilər, şəhid oldular. Allah o şəhidlərimizin ruhunu şad eləsin. Amin. Ölkəmizi, vətənimizi, xalqımızı, dövlətimizi, millətimizi səlamət eləsin. Amin. Allah bizi dünya və axirətdə Əhl-i Beyt əleyhissalatu və salamlardan ayırmasın inşallah. Amin inşallah. Təşəkkür ediriz Hacı. Çox sağ olasın. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Allah Taala hər birimizə Həzrət Abbas əleyhissalamın vəsiləsi ilə İmam Hüseyin əleyhissalamın və Kərbəla vaqiəsinin həqiqətini idrak etməyi nəsib etsin. Növbəti buraxılışlara dək Allah'a əmandır.